Mən uşağıma ayın 21-i axşam saat 6-ya işləmiş, boğulmuş vəziyyətdə bu xəstəxanaya gətirmişəm. Könül xanım. O xanım da yəni sırf 1 ildir bu xəstəxanada işləyir. Demək olar ki, çox adam da tanımır. Yəni gətirdiyim halda sən mənim uşağımda heç bir müayinə aparmadan, sənin uşağın yaxşıdır, biz qidalanmaya görə uşaq xəstəxanada saxlamırıq deyib məni göndərdin evə və səhəri günü mənim uşağım öldü. Sumqayıtda 35 günlük körpə xəstəxanada ölüb. Körpənin anası Sahilə Şamilovanın sözlərinə görə övladı Könül və Ayda adlı həkimin səhlənkarlığı nəticəsində həyatını itirib. Ananın bildirdiyinə əsasən körpə anadan gəlmə müəyyən sağlamlıq problemləri ilə dünyaya gəlib. Bu səbəbdən o, yenidən Sumqayıt Tibb Mərkəzinin perinatal mərkəzə müraciət edib və körpə bir müddət həmin tibb müəssisəsində müalicə alıb. Əgər bu uşaq 21-i yaxşı idisə, 22-si niyə öldü? Niyə mənim uşağımı müalicə eləmədən qaytardın? Hansı məqsədlə? Nəyə görə? Plus mən ona bildirdim ki, baxın bu tapşırılmış uşaqdır, filan uşaqdır. Mənim uşağımın adını eşidən kimi həkimin sifəti söndü. Çünki mən ondan bir həftə qabaq digər həkimdən, səhər həkimdən şikayət vermişdim ki, mənim uşağımı orada qəbul eləmir. Mənə deyir, saat 9-da uşaq gətirərlər xəstəxanaya. Mən nə bilim, bəlkə uşağı nə vaxt gətirirlər xəstəxanaya. Mən gətirmişdim də, əziyyət çəkdim. Mən 9 ay əziyyət çəkdim, mənim uşağıma heç nə olmadı. Mən dünyaya uşaq gətirdim, heç bir şey olmadı. Sapasağlam uşaq gətirdim, heç bir şey olmadı. Axırda gətirdim, hansı səhlənkar həkimin uzbatından mənim uşağımı. Bugünkü gündə o həkim evində rahat yatıram, mən narahatam. Niyə? Mən niyə görə bütün günü mən körpəmin acısını oturub evdə çəkməliyəm? İddiaya görə uşağa xəstəxanada heç bir müayinə aparılmayıb. Daha sonra ana öz imtina ərizəsi əsasında körpəni xəstəxanadan çıxarıb. Bir müddət sonra uşağın vəziyyəti yenidən pisləşib. Qonşuların köməkliyi ilə körpə təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 35 günlük körpə xəstəxanada vəfat edib. Sahilə Şamilova övladının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edir və hadisənin operativ araşdırılmasını tələb edir. İzahatlarında hamısında dəyişikliklər var. Birində yazır ki, uşağın gələndə tənəffüsü zəif idi. Yaxşı, bugün zəif tənəffüsü olan növbəti izahatında niyə aktiv yazır uşaqda? Hansı səbəbə görə? Deməli, burada başqa proseslər baş verir. Yəni, xahiş edirəm aidiyyatı qurumlardan ki, mənim bu məsələm araşdırılsın. Zaten mən onsuz da şikayət vermişəm prokuraturaya, baş prokuraturaya. Normal doğuş elə, axırda gəl burada hansısa bir səhlənkar həkimin uzbatına mənim uşağım ölsün. Sumqayıt Tibb Mərkəzindən isə Dinas TV-yə bildirilib ki, uşaq xəstəxanaya çatdırılarkən artıq dünyasını dəyişibmiş. Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən perinatal mərkəzdə 19.03.2026-cı il tarixində saat 17:40 radələrində Şamilova Sahilə Telman qızı 37 həftəlik hamiləlikdən 3250 qram çəkidə qız uşağı dünyaya gətirib. Yeni doğulmuşda anadan gəlmə inkişaf qüsuru və tranzitor taxipnoya əlamətləri qeydə alınıb. Körpəyə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti barədə ailəyə ətraflı məlumat verilib. 24.03.2026-cı il tarixində saat 18:30 radələrində ana həkimlərin tövsiyələri barədə məlumatlandırılmasına baxmayaraq, körpəsi ilə birlikdə evə yazılmasını təkid edib və evə buraxılıb. Bununla bağlı yeni doğulmuş barədə 6 nömrəli ailə sağlamlıq mərkəzinə patronaj məlumatı təqdim edilib. 21.04.2026-cı il tarixində saat 17:20 radələrində ana uşaqda narahatlıq, göyərmə və ağlama şikayətləri ilə Sumqayıt Perinatal Mərkəzin təcili tibbi yardım şöbəsinə müraciət edib. Körpə sarı zona üzrə triyaj olunaraq həkim müayinəsindən keçirilib. Pasiyentə stasionar müalicə təklif olunsa da, ana hospitalizasiyadan imtina edib və bununla bağlı müvafiq imtina sənədini imzalayıb. Hadisə barədə ərazi üzrə 6 nömrəli ailə sağlamlıq mərkəzinə də məlumat verilib. 22.04.2026-cı il tarixində saat 14:00 radələrində uşağın meyiti Sumqayıt Perinatal Mərkəzinin təcili tibbi yardım şöbəsinə gətirilib. Faktla bağlı dərhal polisə məlumat verilib, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.